Salam aleykum gözəl xanımlar. Hər vaxtınız xeyirli, uğurlu olsun. Xoş gördük sizləri. Kanalıma, evimə, mətbəximə xoş gəldiniz. Necəsiniz? Xanımlar, bugün ayın deməli 6-sıdır. Saat 21:10 dəqiqədir. 10 dəqiqə işləyib. İnşallah ki yüklənər, paylaşaram sizlərlə. Gördüyünüz kimi xanımlar, deməli alma piroqu bişirirəm. 5 ədəd yumurta götürmüşəm. Yəni bişirəcəyimiz qabın ölçüsünə görə 3, 4, 5 yumurta götürə bilərik. Məndə deməli borçamın qabı 32 santimdir ölçüsü. Ona görə 5 ədəd yumurta götürmüşəm. 1 armudlu stəkan bitki yağı, 1 böyük xrustal stəkan qatıq, 1 böyük xrustal stəkan şəkər tozu, vanil, qabartma tozu. Bir də alma götürmüşəm. Görürsünüz xanımlar, 5 dənə qırmızı alma üzərinə düzəcəm, dilimləyəcəm, düzəcəm. 3 ədəd də qabığını soyub doğrayıb içərisinə əlavə edəcəm. Yarpaq dolması bişirəcəm xanımlar, həm dan əti ilə, həm sin əti ilə. İlk öncə piroqumu bişirəcəm, ona kimi ətin buzu açılsın. Əslində mənim mikrodalğam var, amma mən mikrodalğaya çox nadir hallarda, yəni əgər mənə lazımdırsa, belə deyək də təcili mikrodalğaya qoyuram. Belə mən elə öz halında belə deyək, buzun açılmağını gözləyirəm. Belə sevmirəm, mikrodalğaya qoyanda sanki ət bişir. Ətlər buzu açılmaqda olarkən xanımlar, mən başlayıram piroqu hazırlamağa. Piroq da elə xeyli vaxtımı aparır. Birinci almaları yuyuram, qurulayıram. Sarı almaları 3 ədəd almanı doğrayıram. Digərlərini doğramıram ki, birdən qaralar falan. Onu sonda deməli qarışımı qaba əlavə etdikdən sonra tez onun qabığını dilim-dilim doğrayıb üzərinə düzürəm. Necəsiz, neyinirsiniz gözəl xanımlar? Əslində dünən bu videom hazır idi. Mən burada deməli dolmanı da, yarpaq dolmasını da, bu piroqu da dünən bişirmişdim. Dünən hazır idi. İnanın ki, deməli montaj etmişdim. Sadəcə həvəsim olmadı səsimi yazmağa. Ona görə paylaşa bilmədim. Bunlar dünən çəkilib. Çox sağ olun gözəl xanımlar. Allah sizlərdən razı olsun. Sonuncu videom rəy bölməsinə hamınız yazırsınız. Oğluma şəfa diləyirsiniz. Xanımın biri yazıb ki, bəlkə səhv etmirəmsə dedi, qohumumda ya oğlumda ağrıyırdı. Siz demə öd küçəsində daş var imiş. Yox gözəl xanımlar, mənim oğlumda 8 yaşından mədəsində problem var. Sadəcə olaraq, yəni özünü gözləmir. Özünü gözləmir də, yəni ən zərərli abur-cubur nə var, hamısından istifadə edir. İnan ağrısı kəsən kimi istifadə edir. Həkim deyir, heç olmasa müalicə gedən o 1 ay ərzində, tutaq ki, o 1 ay ərzində, 2 ay ərzində etmədə. Ona görə, yəni biz dəqiq bilirik bunda nədir, amma yenə də getdik. Deməli, bizim həkimimiz xanımlar illərdir mənim oğlumun 8 yaşı olandan Qaraqarı metrosunun düz çıxışında nəbz klinikası var, özəl klinika. Deməli, bu böyük oğlum 8 yaş olandan, səhv etmirəmsə, elə ora gedirdik də, elə ora getmişik. Bəli, ora getmişik. Düzdür, başqa 28-də Amerikanski, nə bilim, klinika var idi. Orada getmiş, çox yerlərə getmişik. Amma yəni bu nəbzi sadəcə dəqiqləşdirmək istəyirəm. Elə bilirəm, elə o vaxtdan da ora gedirik. Amma öz həkimimizin yanına gedirik də. Bu il ləğv olunub orada. O şlanq, mən onu deyə bilmirəm, zunt deyirlər, nə deyirlər, xanımlar şlanq salır həkim. Deyir, bilməliyəm də onun vəziyyətin necədir ki, ona görə müalicə yazım. O da burada artıq ləğv ediblər. Ona görə həkimimiz deməli Nərimanovda sağlam ailə, səhv etmirəmsə belədir də, dedi, biz ora getməliydik, ora getmədik, biz getdik, deməli həftənin 3 gününü orada işləyir, 3 gününü də Bakıxanovda Stimul klinikasına, özəl klinikadır.
Yəni getmişik, həkim də müalicələrini yazıb, müalicələri gedir. Yəni neçə vaxt işə getmir, evdədir. Çox sağ olun dualarınız üçün. Sadəcə olaraq bu qeyri-adi bir xəstəlik deyil ki, bu gərək öz-özünü qorusun da. İnsan öz-özünü qorumayanda elə hər bir balaca şeydən nəsə olur. Şükür Allaha müalicə olunur, ağrıları gedib, amma hələ evdədir. Sağ olun, Allah sizlərdən razı olsun. Allah təala bütün xəstələrə şifa versin. Bütün xəstələr, tanıdığım insanlar, hər biriniz, tanımadığım insanlar, hər biriniz dualarımdasınız, gözəl xanımlar. Burada deməli gördüyünüz xanımlar almanı doğradım. Yəni zövq uyğun balaca doğradım. Qarışımımı hazırlayıram. Məlik də gəlib mənim yanımda dayanıb. Neyləsə ona qurban. Xanımlar, mən hər şeyə özən göstərirəm. Hətta fikir verirsinizsə, mən mikserin, yəni səsini bir, yəni o biri də azaltsam, yəni səs olmayacaq da. Səsi tam almıram ki, belə də təbii olsun. Bir də saxlayıram da. Təsəvvür edin, səs 100 olur, 100-dən yendirirəm 1-ə. Yəni hiss olunsun ki, burada iş görülür. Bəzi yerlərdə alıram, çünki əlavə evdə səslər olur, istəmirəm onlar düşsün. Tezləşdirəndə də səslər çox pis düşür, belə bir cür düşür. Amma bəzən görürəm xanımlar mikserin, yəni xodunu belə də, yəni mikserin səsi o qədər ucadan gəlir ki, yəni adam izləyicinin başı, biz izləyicinin belə deyək də zövqünə oxşamalıyıq, onlar rahat olmadılar bizi izlədikləri zaman. Mikserin səsi o qədər ucadan gəlir və yaxud da tostoranın səsi o qədər ucadan gəlir ki, yəni onun səsini lap azalda bilərik. Zaten izləyici izləyəndə o hiss olunacaq, o səsi gələcək. Yəni başı ağrıtmayacaq dərəcədə səsi gələ bilər. Yəni mən onlara qədər özən göstərirəm. Belə gözəl xanımlar. Gördüyünüz kimi hər bir şey stolun üzərini yığmışdım. Onu da hardasa 2 stəkan, yəni baxırsınız da xanımlar, yəni burada göz yağı onu mən əlavə edirəm. Kıvamını özüm, qatılığını, duruluğunu özümüz müəyyənləşdiririk də. Çox duru da olmamalıdır, çox yəni qatı da olmamalıdır. Hardasa 2 stəkan. Bu arada xanımlar, bundan sonra short videolar, qısa videolar paylaşmayacağım. Çox nadir hallarda hərdən birdən bir ayda bir, 2 dəfə tutaq paylaşacağım. Mən bildiyimə görə short videolar mənim videolarımı geri salır. Mən araşdırmışam. Yəni bütün günü dünən bugün elə araşdırmışam ki, eyni zamanda həm uzun videolar, həm də qısa videolar düzgün deyil. Nə bilim, bu kanalın irəliləməsinə təsir edir, kanalın geriləməsinə səbəb olur. Belə. Ona görə də yəni short videolar paylaşmayacağım. Videolarım tutaq ki uzun olur, tutaq ki 20 dəqiqəlik video olur. İnsanlar var onu qısa izləmək istəyirlər. Ola bilsin ki onu qısa formada, tutaq ki söhbət edirəm o hissələri yox. Əsas məsələn hər hansı bir yeməyi bişirdiyim hissəni, hər hansı bir şirniyyatı, hər hansı bir salatı etdiyim hissəni qısa bir şəkildə məsələn 4-5 dəqiqə o cür, amma uzun video şəklində kanalımda paylaşaram. Yəni üzərinə maarifləndirici söhbətlər, yəni öz səsimlə yazaram, yükləyərəm. Yəni o cür paylaşımlar edərəm, amma short videolar ayda 1-2 dəfə belə edəcəm. Çünki özünüz görürsünüz bu qədər. Xanımlar, bu qədər doğradım. Dedim indi görməsə yenə edərəm. Amma hamısı getdi. Yar göstərəcəm sonda. Hardasa yarı alma qaldı, belə deyək. 4 alma yarım. Yenə deyirəm, mənim qabım böyükdür. Burada xanımlar görməzdən gəlin, özüm baxan ürəyim sıxıldı. Bu, belə deyək də, kofta deyirik də, biz koftamın qolu. Çox üzr istəyirəm xanımlar, mən yəni iş gördüyüm zaman təbii ki qollarını qatlayıram. Amma belə, yəni sizə çəkdiyim zaman qolçaqdan istifadə edirəm. Onu da biraz təmbəllik etdim, get qolçaq gətir sal. Belə koftanın qolunu tutmuşam. O da çox pis görüntü verib, görməzdən gəlin. Yəni dəymir, qolu ora dəymir, əlimdə tutmuşam, amma yenə də pis görüntü verib, görməzdən gəlin. Bundan sonra diqqət edəcəm. Xanımlar, qalan bu oldu, digərlərini də götürdüm, qalan bu oldu. Yəni siz istəsəniz bundan az da istifadə edə bilərsiniz, biraz belə deyək də aralı düzə bilərsiniz. Xanımlar, 45 dəqiqə bişdi.
150 dərəcədə 45 dəqiqə bişdi məndə. Bütün bu tör töküntüləri yudum, əldə yuyulanları yudum, maşında doluydu, maşına qoyulanları da qoydum. Maşını qoşdum yumağa. Artıq bişib xanımlar. Üzərini örtürəm ki, soysun. Həmən şəkər tozu gəzdirmirəm də, isti-isti gəzdirəndə sonra onun canına çəkir. Kanalımda var xanımlar, mən şaftallı, ərikli, belə meyvəli piroq bişirmişəm. Amma kəsmiklə də bişirmişəm. Kəsmiklə də edə bilirik, onun dadı bir başqa cür olur. Adi elə bu cür də edə bilirik. Evimizdə nə var, əlimizin altında nə var, o cür edirik. Amma kəsmiklə də çox dadlı olur. Xanımlar, bir çox səbəbləri var mənim kanalımın geriləməsinin, izlənməməsinin. Sadəcə olaraq dinləyirəm, araşdırıram. Yəni videolar var, onlara baxıram, sadəcə özüm edə bilmirəm. Başa düşürəm, anlayıram, onu mən edə bilmirəm də. Yəni, belə deyək də, kompüterdən o qədər də anlayışım yoxdur, edə bilmirəm. Gəlinim də ki, heç nədən anlayışı yoxdur Günayın, heç bir şey. Anlayışı yoxdur. Belə uşaq kimidir Günay. Heç bir şeydən anlayışı yoxdur. Oğlanlarım da xanımlar səhər gedir, axşam gəlir, yorğun olurlar. Deyirlər, mama, bacarırsan et, bacarmırsan etmədi. Onların da öz cavandılar, onların da öz belə deyək də, bir dəqiqə ağır zəmanədir, hamı stresli, hamı nə bilim, stresli iş rejimi. Ona görə biraz da cavandılar, başa düşmürlər ki, mənə dəstək olsalar, yəni belə deyək də, bu da evimizə bir qatqıdır da, bir köməkdir də, onu cavan olduqları üçün başa düşmürlər. Belə mən də eləyə bilmirəm, amma araşdırıram, səbəbləri çoxdur. Mən sadəcə videolarımı çəkib paylaşıram, amma onun kompüterdə müəyyən ayarlar var, onları ayarlanmalıdır, onlar nə bilim nə olmalıdır. Ona görə də elə mən biraz düzdür, indi normal videolar izlənmir, o öz yerində, amma biraz da ki, yəni mənim qayda qanunu belə deyək də, loro dildə deyək, mən qayda qanunu bilmirəm, əməl edə bilmirəm. Hansı ayarlara girməliyəm, nə etməliyəm, nə yazmalıyam, onları oxuyuram, araşdırıram, amma edə bilmirəm. Və onlardan mənə ən asanı olan odur ki, shorts videolarla uzun videolar eyni zamanda, belə deyək də, irəlilətmək, yürütmək olmaz. O kanalın geriləməsinə səbəb olur. Sonra, məsəl üçün, səbəblərdən biri, tutaq ki, mənim Instagram səhifəmin adı evimin nöqtə səliqəsidir. Mən bütün videolarım üzərində elə yazıram. Niyə elə yazıram? Çünki Instagram üçün əsas çəkirəm mən o qısa videoları. Instagram üçün, TikTok üçün. Sonra həmin videolarda qısa videolar bölməsində, YouTube'da shorts bölməsində belə deyək də paylaşıram. O loqolara görə də videolar, bəli, kanal geriləyir. Çünki YouTube deyir ki, sən başqa, məsəl üçün, tutaq ki, şəbəkəni niyə burada reklam edirsən, elə başa düşür. Yəni, başa düşdüyüm, inşallah bundan sonra əməl edəcəyim səbəblər var. Yəni, nələr ki, bacarıram, onları əməl edəcəm. Amma bacarmadıqlarım da var ki, onlar da, yəni, kömək edənim yoxdur. Belə deyək də, əziyyət çəkirəm, videolar çəkirəm, elə bil ki, heç olur. Yəni, Instagram, TikTok'da ümumiyyətlə mən utanıram da, biabırçılıqdır mənim videolarım. Yəni, 1000 izləməni keçmir. 2000 izləməni təsadüfən keçir. Yəni, bu bir biabırçılıqdır əslində. Vallahi mən utanıram. Bu niyə belə olmalıdır? Bu cür səliqəli, təmiz videolar çəkirəm. İndi məndən başqa çəkənlər, izləyənlər bəyəm xariqələr mi yaradır? Hamımız eyni bir-birimizdən biraz aşağı, biraz yuxarı kontentlərlə videolar çəkirik, paylaşırıq da. Nəysə, gözəl xanımlar. Belə, balım gəlib, ikinci balım abur-cubur yenə alıb gətirib. Sizlər necəsiz, neyinirsiniz? Xanımlar, yeni yağışlar yağdı, yenə cəmaatın evini su bastı. Çox inanın ürəyim ağrıyır, onları bütün günü izləyirəm. Nə bilim,
yəni heyf insanların əziyyətinə, heyf insanların nə bilim illərlə çalışmasına, həqiqətən Allah Taala kömək olsun, nə bilim. İnsanlar həqiqətən çox əziyyət çəkirlər. Yəni bu dünya belədir də xanımlar. Bu dünya, ümumiyyətlə dünya sözünün mənası bir məkandır da bura. Yəni biz insanların olduğu bir məkandır. Bu məkanın adına dünya adı verilib. Dünya adının, yəni dünya kəlməsinin də mənası pis, çirkin, fitnə, fəsad, bu cürdür. Dünya sözü mənası budur. Yəni bu məkan, bizim bulunduğumuz, olduğumuz bu məkanda da fitnə, fəsad, riyakarlıq, pislik, belə bir şeylər olduğu üçün o adı verilib. Məsələn, axirət kəlməsinin mənası çox gözəl, təmiz, pak, yəni budur mənası. Axirət həyatı da o məkanda, o cür yer olduğu üçün adı ona verilib. Yəni bu dünya budur da. Bu dünya həm ədalətsizdir, bu dünyada vicdansızlıq hökm sürür, zalimlik hökm sürür. Nə bilim, bu dünya budur da. Tam olaraq əməllərimizin qarşılığını pis və ya yaxşı İnşallah qiyamətdə alacağıq. Amma bu dünyada yaşayırıqsa, istərsəməz insanıq, çətinliklərə dözə bilmirik, biraz asanlıq istəyirik təbii ki. Allah Taala, nə bilim, hər kəsə kömək olsun, hər birimizə kömək olsun. Çətinlikdə olanlara, darda olanların dadına yetişsin. Zaten Allah Taala çətinlikdə olan insanların yanındadır, məzlumların, xəstələrin yanındadır. Amma bizə düşən də, yəni onlara bunu diləməkdir xanımlar. Videom sonlanmağa doğru gedir, hər birinizi öpürəm. Allah amanda qalın, Allah əmanət olun. İnşallah yeni videolarda görüşərik. Mərik orada deyir ki, nənə gəl mənə konfet ver. Gəl mənə konfet ver. Xanımlar, əvvəl bir dənə konfet verirdim hər dəfə, amma indi 3 dənə. Birini sağ cibinə, birini sol cibinə istəyir, birini də əlində istəyir. Nənəsi ona qurban. Allah Taala bütün balaları qorusun, öz nəzərində saxlasın. Mən də balalarım, sizin də balalarınız, nəvələrimiz onların içərisində. Bugünlük də bu qədər olsun, gözəl xanımlar. Özünüzdən müğayət olun. Öpürəm, hələlik.